İşinin adamı efirdədir. Əziz dostlar, hər vaxtınız xeyirli olsun. Mən Kamran Yaradanquliyev bütün dinləyicilərimizi salamlayıram və bugün efirimizdə növbəti dəfə işinin adamı ilə birlikdəyik. Nəzərinizə çatdırım ki, siz bizi sosial şəbəkələrdən də izləyə bilərsiniz və burada da hal-hazırda bizi dinləyə bilirsiniz Dalğa FM-də. Həftə içi 5 gün İşinin adamları bizim proqramda qonaq olurlar. Bugün də istisna deyil və hər dəfə fəaliyyətindən efirdə fəxrlə bəhs etdiyim Piramida Reklam Şirkətinin rəhbəri Əbülfəz müəllim Əbülfəz Quliyev bizlə birlikdədir. Xoş gəlmisiniz bəy. Xoş gördük. Necəsiz? Sağ olun Kamran bəy, siz necəsiz? Biz əla, yaxşıyıq və ötən dəfə 2-3 gün öncə sizin istehsalatda da olduq, sizin komandayla da tanış olduq, daha yaxından o gözə görünməz qəhrəmanlardır da onlar. Amma bir mənalı gəlin razılaşaq ki, indi hamının başa düşəcəyi dildə dünyanın ən güclü futbolçularından ibarət neçə futbol komandası olub, klub olub. Onların baş məşqçisi güclü olmayandan sonra onlar uduzublar. İnciməsin İtaliya millisi kimi. Qatdısa yaxşı oğlandı, amma futbolçu kimi. İndi biz sizin bugünə qədər gördüyünüz işləri mən bilirəm, sizin xidmətdən yararlanan adamlar bilirlər, əla gözəl. Amma bunun kifayətlənmək olmur da. Biz gərək elə edək ki, daha çox maariflənsin insanlar. Ona görə yox ki, niyyət o deyil ki, ay dostlar, gedin, mütləq piramidadan alın, onlarla işləyin. Yox, ən azı gedib aldanmayın. Ən azı pulunuz xərcə düşməsin, əsəbiniz getməsin, ömrünüzdən ömür getməsin. Piramida Reklam Şirkəti bir çox istiqamətlərdə fəaliyyət göstərir. Məncə elə şirkətin rəhbərindən danışaq, özündən soruşaq. Nə işlər görürsünüz adətən? Piramida Reklam Şirkəti adətən sərgi stendləri, LED monitorlar, çöl reklamları sahəsi ilə ixtisaslaşıb. Sərgi stendləri, sərgi stendləri yığırıq, bəli. LED monitorlar, LED ekranlar hazırlayırıq. Siz amma bilim qədər icarəyə vermirsiniz LED monitorları. LED posterlər veririk biz. Bu roll-up kimi posterlər var. O formada. Amma bir tədbir olsun, kütləvi tədbir olsun, konsertlər olsun, yox. Orada o formada işləmirsiniz. Sırf reklam üzərindən xidmətinizdədir həm də LED monitorlar və sizin bunu həm də ki satışını xüsusilə həyata keçirirsiniz. Bəli. Əla. LED monitor mövzusu çox ciddi mövzulardan biridir ölkədə. 3-5 manat əlinə pul düşən kimi demək olar çox adam istəyir getsin bir LED monitor alsın. Bunun sonrasını düşünmək də lazımdır dostlar. Bir də ki çöl iç reklamları da edirsiniz, düzdürmü? Əla, gözəl. Gəlin başlayaq. Bu 3 sahədə bugün toxunacağıq Əbülfəz bəy. Hansından birinci başlasaq? Hansıdır sizin həm çox sevdiyiniz sahə və yaxud ən çox sahədə danışmağı istəyirsiniz ki, insanlar maariflənsin də, cəmaatın bir gözü açılsın. Sən demə bildiyimiz, doğru bildiyimiz, yanlışlar çoxdur, yanlış bildiyimiz doğrular. Biz üçün də sevirik, sahəni üçün də sevirik, işimiz olduğu üçün. Amma sərgidən başlaya bilərik məsələn. Başlayaq, yaxşı. Çox sərgilərdə həm iştirakçı qismində, həm qonaq qismində bugünə qədər iştirak etmisiniz. Sərgilərimizdə nələrə sərgi quranlar, sifariş edənlər, müştərilər fikir verməlidirlər. Sərgilər belə deyək də iş başlanğıcdan başlayır dizaynla. Yəni bizim sifariş gələndən sonra dizayn, 3D dizayn deyən sahə var ki, hansı ki 3D dizaynerlər bunu işləyir. Birinci buradan başlayır da. Bəli, sərgi iş başlanğıcda dizaynla başlayır ki, konseptə uyğun dizayn yığılır. Ondan sonra qiymətləndirmə və smeta çıxır və istehsalat başlayır. Yəni başlanğıc olaraq dizayn ən gözəl versiyadır. Yəni olur ki, bəzən 20 min, 30 min sərgiyə pul xərcləyir, amma dizayna pul xərcləmək istəmir. Olur, çox olur. Dizayn demişkən, ötən sərgilərin birində sizin qurduğunuz stend elə sərginin bir mükafatına qalib oldu. Bəli. Ən gözəl stend nominasiyası. Şirkətin adını çəkmək istəmirəm. Yaxşılar çəkməsəz. Şirkətin adını çəkmək istəmirəm. Sahə deyə bilərsiniz. Tikinti sərgisində. Tikinti sərgisində biz keçən il şirkət sementdir deyəsən, yox? Bəli. O qədər sement var ki. Gözlər tamaşaçı axtarsın, görərsiniz hansı sement şirkəti harda iştirak edir. Bəli, yığdığımız dizayn və istehsal hardasa 180 kvadrata yaxın sərgi stendi idi, kvadrat metrəsi. O birinci yerə çıxdı. Bir də dizaynerlər gözəl, o yaradıcılıqdır da, beyindir, qəşəng bir forma verirlər. Bir də bunun
lap deyək ki, sizin dizayner olun. İndi sizin dizaynerlər yenə yaxşıdır. Niyə? Çünki bunlar artıq işin içindədir deyə. İstehsalatdan bilirlər. İstehsalatı bilirlər ki, şey, bunu etmək olur ya olmur və yaxud ən azı şərt edirəm bu qələmi bu ölkədə tapmaq olacaq yoxsa yox. Adətən qısa müddətdə bizdə deyirlər axı sərgiyə 3-5 gün qalmış. Bir də vay o günə ki, şirkətin özünün gözəl marketoloqları göndərir ki, biz bunu istəyirik. Aha, burada Kərəmi ağlamaq tutur və bu həssas və hamının bildiyi mövzudan danışacağıq. Dalğa FM-də cəmi bir reklam. Az faizli yaz kreditini qarşıla. Bir bankda nağd kredit artıq 6%-ədək endirimlə verilir. 30 aprelədək müraciət et və 50.000 manatadək kredit əldə et. Üstəlik krediti Bir Bank tətbiqi ilə olduğun yerdən, vaxt itirmədən rəsmiləşdir. Bir Bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəə nişanıdır. Dalğa FM-də reklam yerləşdirmək üçün 012 311 30 11. İşinin adamı efirdədir. İşin adamı efirdədir. Mən əlaqə nömrəmizi xatırladıram. Redaktorumuzda o sualları bizə təqdim edəcək. 099 1925 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz dostlar. Və WhatsApp üzərindən xahiş olunur ki, 099 1925 nömrəsi ilə əlaqə saxlayın. Bir daha deyim ki, Əbülfəz Quliyev bizlə birlikdədir. Piramida Reklam şirkətinin direktoru, rəhbəri və Əbülfəz müəllimlə biz başlayaq danışaq. Üst-üstə düşən bu sərgi stendlərindəki ideya və onu həyata keçirməyin gücü və bizdə olan imkanlar. Azərbaycanda olan mövcud imkanlar. Mövcud imkanlar çoxdur. Bir çox şirkətlər var ki, sərgi stendlərində puxtalaşıblar. Bilirsiniz, biz 30 illə 15 il əstəğfurullah 30-cu sərgilər keçirilir, beynəlxalq sərgilər keçirilir. Tikinti məsəl üçün bu il 2025-ci ildə keçən il daha 2025-ci ildə 30-cu beynəlxalq sərgi idi. O da 30 ildə yaxındır ki, sərgi keçirilir. Mövcud şirkətlər ixtisaslaşıb stend yığan şirkətlər çox gözəl ixtisaslaşıb. Yaxşı da vəziyyət olub barədə. Çox gözəldir. Çox gözəl. Yəni çox gözəl şəkildə inkişaf edib. Yəni mən 2015-ci ildə sərgiyə yığırdım. 16-cı ildə sərgi yığırdım. Yəni o vaxtlardan başlamışıq bizim şirkət sərgi yığmaqda. Çox gözəl şəkildə inkişaf var. Nədə məsələn inkişaf? Həm müştərilər sifariş verən, yəni sərgiyə girən şirkətlər belə ixtisaslaşıb birinci növbədə ilk başlanğıc dizayn istəyirdilər. Əvvəl dizayn istəmirdilər, dedilər elə Kora Şimala yığaq. Bundan belə yığaq, bundan belə yığaq. Bura qoyarsan da bunu. Hə, burada belə elə, burada belə elə. Olurdu, əvvəllər çox olurdu. İndi hamı deyir ki, qabaqcadan əvvəllər daha vaxt az qoyurdular. Yəni 2 həftə sonra başlayırdılar. Sərgi 2 həftə qalıb gəlir ki, mənim dizaynım var. Hə, bizim sərgimiz var, amma indi 2 ay, 1 ay qabaqcadan müştəri çıxır bizə. Başlayırıq dizayn yığılırıq. Necə? İndi bir səhmanı var da qəşəng. Bəli. Onun birinci, ikinci üçün. O vaxtı onun həm də riski var axı. İndi bu qardaş gəldi dedi, qardaş tez baza burada nəsə düzəlt. Və siz də düzəltdiniz. İndi sonra gəlir deyir ki, mən belə istəmirdim. Bunlar da yaşanırdı da. Bəli, çox yaşanır. Digər bu sonra da o adam gedib demir ha, mən səhv başa saldım. Gedir deyir ki, onlar iş bacarmır. Bir də ki, orada bir məsələ var da, bilirsiniz, sərgilərdə vaxt az qoyurlar montajına. Yəni Expo Centerdə yaxud da digər harda olsa olan sərgilərdə 3 gün vaxt qoyurlar ya da 4 gün vaxt qoyurlar. Hə, tez işini gör çox. Tez işini görüb çıxmalısan. Və orada da gedirdik məsəl üçün hansısa bir dizayn düzgün deyilsə, rəng düzgün deyilsə, siz dediyiniz kimi, o qalırdıq orada. İndi amma tam fərqlidir. İndi bir ay bundan qabaqcadan sifariş verilir, onun üstündə dizayn yığılır, onun üstündə istehsalat yerimizdə montaj olunur, kəsilir, doğranır, hazırlanır. Gedirik 3 günə. Tez bazar həll edib qutarıq. Yəni, tək bizim şirkət yox, bir çox şirkətlər, yəni professionallaşıb bundan. Peşəkarlaşıb. Bəli. Və dediyiniz o dizayn məsələsində bir də toxunacağam. Yəni kreativ dizayn şirkətləri var, yaxud da ki, kreativ siz dediyiniz kimi marketinq şöbəsinin özünün dizaynları var ki, hansı ki istehsalatla
xəbərləri yoxdur. Yaxud ki, Rahat deyil, yaradıb özü üçün. Deyir, Xoşuna göydən gəlir. vertolyotla nəysə düşsün. Xoşuna gəlib, amma gəlir bizdə özü istehsalat Dayanır şirkətlərində dayanırdı. Onun üçün bizim də dizaynerlər onlara dəstək xarakterli, yəni ki, bu belə ola bilməz, belə ola bilər. Burada bu materialdan yox, başqa oyun materialdan istifadə edə bilərik. Belə bir danışıqlar gedir. Yəni hal-hazırda. Bir də olur ki, bəzi şirkətlər görürəm ki, hər hansı bir SMM marketinq işi görən şirkətlərdən dizayn alır, sizin kimi dostlara təqdim edirlər. Amma onların əminəm ki, heç başa çıxmır. Yəni bunlar sadəcə ya süni intellektlə, ya öz yaradıcılığıyla bir qəşəng bir vizuallıq yaradır, təqdim edir. Bu işinizi çətinləşdirir, yoxsa onu Əlbəttə ki, çətinləşdirir. İndi süni intellektdə, həm də bu SMM şirkətlərində işləyən dizaynerlərdə, yəni kimsə ixtisasını alçatmaq istəmirəm, amma yəni həqiqətən də istehsalat baxımından çətinləşdirir. Bayaq danışdığımız o sərgi stendi vardı, hansı ki keçən il birinci yerə çıxan. Orada belə konsept çox fərqli idi. Dizaynda fərqli bir konseptlər var idi. belə yumru bir. Yumru bir fırlanan, 360 dərəcə fırlanan var idi. Bir indi gəl onu dəyiş. Və burada belə bir məqam var ki, hörmətli dostlar, sərgilərdə çox maraqlı bir an var. Müəllim demişkən, ən qədər pul xərcləyirlər, amma düzgün dizayn olmayanda nəzər də cəlb etmir və yaxud əksinə olur. Pul xərcləmək də istəmir, amma möhtəşəm bir nəticə istəyir. Bu da işi müəyyən qədər o necə deyirəm, mənfi müsbətlərə aparır. Bir mənalı olaraq bizim sualları var. 099-1925 nömrəsində Ceyhun bəy yazıb, mən şirkətimə daxili reklam istəyirəm, LED monitorlardan necə istifadə edə bilərəm? Əziz Ceyhun bəy, təşəkkür suala görə, amma mən bütün dinləyicilərimizə xahiş edirəm, maksimum detallı suallarınızı ünvanlayın. Mən məsələn bu bir sualda 2 sual başa düşdüm. 2 sual. 2 sual. Elə bir də mən vereyim. Sizin LED monitorunuz varmı, istifadə edə bilmirsiniz, yoxsa LED monitor sifariş edib məkanınıza onu yerləşdirmək istəyirsiniz? Belə. Bir dənə də sual təqdim edeyim, mən bir dənə də baxın monitorda suala. Görə, deməli, mən şirkətimə daxili reklam istəyirəm, LED monitorlardan necə istifadə edə bilərəm? Heç başa düşdüm ki, LED monitor istəyir daxili məkanda. Eləyə bilirsiniz də. Əlbəttə ki. Eləyirsiniz. Məkanlarda deməli olur ki, məsələn, məkan var 100 kvadrat, məkan var 500 kvadrat, məkan var 1000 kvadrat belə. Bir də bu monitor LED olanda bu bir işığı var axı, bunun çoxalır, azalır. Orada da bir tövsiyələr eləyirsiniz də, hansı monitor olsun, hansı olmasın, düzdür? Ya zaten kör monitorları ilə iç monitorlarda, iç məkanda olan monitorların işıqlanmasında fərq var. Hə, çöl monitor fərqlidir, iç monitor fərqlidir. Bir də, buyurun. Onların parlaqlığında fərq var. Başqa nədə fərq var? Ya bir də suya davamlılığında. Biz sizi sərgidə görmüşdük. Siz orada monitorları bölmüşdünüz. Desən P1, P2, P3 və s. Özü çox sadə, rahat bir sərginiz var idi. Belə o boyda stəndə P1, P2, P3 belə. O nədir bu P-lər? Bu SMD LED monitorlarının pikselləridir. Məsəl üçün P10 var, P8 var, P4 var, P5 var, P2.5 var, P3 var, P2 var, P1.86 var, indi çıxıb P1.53 var, P1.2 var. Bunlar hamısı piksellərin sıxlığından asılı olan bir şeylərdir. Bu sıx yaxşı olanda, yoxsa belə də necə deyim sizə? Sıxlıq nə vaxt, harda bizə sərf eləyir? Sıxlıq əsas rol oynayır bizim monitorun ölçüsündə. Monitorumuzun ölçüsü əgər böyükdürsə, orada sıxlığa çox önəm verməsək olar. Onsuz da görürük. Böyük formatlı bir monitordursa, atıram 3-ün 5-ə bir monitordursa, orada P5 ilə, P6 ilə effekt verə biləcək video rolikimiz normal şəkildə görünüş verəcək. Bəli. Amma balaca bir monitordursa, 96-nın hansısa 1.60-a yaxud da ki 1.60-ın 96-ya kiçik bir monitor ekranımız varsa, orada pikseli xırdatmalıyıq. Bəli. Ki effekt ala bilək videoda. Hə də belə monitor daha böyük olanda onu piksellərə bölməyin heç bir belə deyək ehtiyacı olmur. Bizim birazdan mütləq ki digər suallara da toxunacağıq. Suallarımız olacaq. Artıq var, redaktorumuz bir-bir təqdim edir və biz
Gəlin bir sərgi mövzusunu biraz yenidən qayıdaq ki, sırf sərgi mövzusuna bağlı, sonra monitor mövzusuna keçəcəyik inşallah. Sərgi stendində nə düşünürsüz? Əsas o konsepsiya rol oynayır, yoxsa rənglər rol oynayır, yoxsa o necə deyək, kreativ dizayn rol oynayır? Əsas dizayn rol oynayır. Niyə cəlb etsin deyə? Cəlb etsin. Okay. Dizayndan sonraki proses həmin o rəng çalarlarıdır. Yəni birinci növbədə dizayn, sonra rəng çalarlarına bəli fikir vermək lazımdır. Çünki konsept olaraq binanın daxilindədir, içəridədirsə, sən ora qara bir fonda dizayn versən, təbii ki, insan brendin özünün rənglərindən istifadə edirik, adətən, yəni brend bukundan istifadə edirik, amma açıq rənglərdə daha yaxşı insanları cəlb eləyir və o stendə yaxınlaşır. Bir də mən birindən yenə birinə keçən maraqlı sualdır əslində. Bu növbəti dinləyicimiz Ülvi bəy yenə LED monitor var da soruşur. Deyir ki, LED monitorda elektrik sərfiyyatı nə qədər olur? Böyüklüyündən, kiçikliyinə asılı olaraq içərisində blok pitaniya, yəni güc bloku, Azərbaycan dilində güc bloku gedir, o səhv eləmirəmsə, güc bloku ilə hesablayıb deyə bilirik. Aha, aydındır. Mən qayıdım sərgi mövzuma. Deməli, mənim pulum var, mən istəyirəm sərgidə müəyyən bir pulum yox, marketinq büdcəm var, belə deyək. Sərgidə çıxış edim. Nə düşünürsüz, nə tövsiyə edirsiniz? Nə edim ki, sərgiyim cəlbedici olsun, insanlar gəlsin, mənim stendimin qarşısına keçəni bir ayaq saxlasın, baxsın. Onun üçün ilk öncə birinci növbədə stendin ərazisi rol oynayır. Yəni dəyişir ona görə. Bəli. Ərazi deyərkən, yəni koridordan, hansı girişdən onlar da rol oynayır. Mərkəzdən, kənardan, cinahlardan olur. Amma buna baxmayaraq arxa planda belə o Expo Centerdə belə deyək şeylər var, ikinci zal, üçüncü zal deyilir. Hə. Arxa planda belə insanları cəlb eləyə biləcəyin bir stend qura bilərik. Yəni, bunun üçün LED monitordan istifadə edirik, hərəkətlilik olur, canlılıq olur. Yəni stendin özünün monitorundan istifadə edirik. Fikir vermisinizsə, bəlkə də iştirak eləmisiniz, bəlkə də görmüsünüz. Kənd təsərrüfat sərgisi olur. Kənd təsərrüfat nazirinin özü Labaxırda olur. Aha. Bax, kənd təsərrüfatla bağlı olan şirkətlərin əksəriyyəti birinci zalda, ikinci zaldadır. Kənd təsərrüfat nazirliyinin özü ən axırıncı zaldadır. Amma ən gözəl stend orada olur və ən cəlb edici stend o olur və insanlar və ziyarətçilərin çoxu da o stenddə gedir. Çünki belə deyək də daha çox büdcə ilə girirlər, daha yaxşı stend çıxadırlar və daha böyük bir stend olduğu üçün onu daha cəlb edici olur və insanlar çox ziyarət edir. Aha. Orada həm dizayndan çox şey asılıdır, həm hərəkətlilik, yəni o statik olmur da. Yəni bir də innovativ bu loteriyalar, zatlar olur bəzən. Onları da görmüsünüzsə, hansısa bir loteriya təşkil edirlər stendin içərisində, orada insanları cəlb edir. Aydındır. O sizdə belə hərəkət edən monitorlar olur? Bəli. Hə, var. Əla. Bir dənə də sual var. Mən Humay xanımın sualını səsləndirəcəm. 099 1925 nömrəsinə WhatsApp-dan yazıb Humay xanım. Sərgi stendində rəng və işıqlandırmanı necə balansda saxlaya bilərik? Humay xanım, deyir o and içə bilərəm, sübut edə bilmərəm. Sizin bir sərgi təcrübəniz var. İştirak etmisiniz. Nə deyəsən bu mövzuda başınızı çəkib bir problem yaşamısınız? Çünki çox vacib sualdır. Sual bir də alın. Deməli, rəng və işıq balansını sərgi stendində rəng və işıqlandırmanı necə balansda saxlaya bilərik? Əslində bu dizaynla çox şey asılıdır. Yəni istehsalatdan yox, dizaynla. Dizayner nə dizayn verirsə, işıqlanması harda olsun, hansı tərəfdə olsun, hansı istiqamətdə olsun, sağ tərəfdə, sol tərəfdə. Məsəl üçün qısa bir şey deyim sizə. Məsələn, fikir vermisinizsə, sərgi stendlərin əksəriyyətində reception stolumuz var, hansı ki qonaq qarşılama. O öndə olur. Amma o arxada qoymaq daha uyğundur da. Çünki içəri girib arxaya qədər gedir və içərini gəzir. O marketlərdə olur, deyir ki, çox istifadə olunan çörəyi lap arxaya qoyurlar ki, girsin marketin arxasına qədər getsin. Ora qədər getsin. Həmin şeydir. Yəni o dizayn doğrudan o bir marketinq cəhəti. İndi fikir verdim. Yəni bir çörəkdən yana girən marketə lap axıra qədər gedir. Hə, məsələn mən daimi daxil olduğum iki market var, böyük.
qaldığım ərazidə. İkisində də çörək biraz o tərəfdədir. Yəni ortalarda deyil də. Hansısa gedir. Hilədir o. Allah. Hörmətli dostlar, baxın işinin adamı ilə, işin peşəkarı ilə həmsöhbət olmaq belədir də. Elə bil ki, əyləşmişik, sanki efirdə də deyilik. Yəni biz Sıravi Əbülfəz müəllimlə digər günlərdə danışsaq, baxın elə bu əhvalda, bu tempdə, bu mövzular ətrafında da danışmışıq, danışasıq da. Birazdan yenə davam edəcək Piramid Reklam Şirkətinin rəhbəri Əbülfəz Quliyevlə söhbətimiz. Sponsor məlumatı. Estet Engineering'dən danışırıq. Rəsmi nümayəndəsi olduğu Lotus hidrogen plazma kombisi ilə komfortlu istilik və isti su təmin edir. Şirkət həm kiçik evlər, həm də ki, böyük layihələr üçün ideal həll təqdim olunur. Patentli texnologiyada adi sudan hidrogen plazması əldə olunaraq su tələb olunan temperatura çatdırılır. Bu vasitə ilə sizlə işləriniz çox super qaydasında olur. 012 497 17 16 və 051 205 45 45. MyLiftdən danışırıq. Liftlərin təhlükəsizliyini necə izləyə bilərik? Ona görə də MyLift Azərbaycan liftlərinin və digər qaldırıcı qurğuların texniki istismarını vahid sistem üzərindən idarəsini təmin edən həqiqətən innovativ rəqəmsal bir platformadır. Əlaqə nömrəsi 077 228 0085 Azərbaycanın adına uğur bəxş edən bir fəaliyyətdir. Alqrupdan danışaq. Evinizdə və yaxud iş yerinizdə təmiz, keyfiyyətli, müasir döşəmə istəyənlər hidrogen linoleum, ekoloji cəhətdən təmiz, yüksək dayanıqlı və asan təmizlənən döşəmə materialları əldə edə bilərik. İstər uşaq otağı, istər ofis, istərsə də ictimai məkanlar üçün ideal seçimdir. 050 278 0014 onların əlaqə nömrəsidir. Təmiz azdan danışaq. Ev təmizliyi indi sizin üçün çox asandır, çünki biz evinizi tam yığışdıraraq hər detalını diqqətlə təmizləyirik, deyir Təmiz Az. Dərin təmizlik, divan və yumşaq mebellərin yuyulmasına tutmuş, xalça, pərdə baxımına qədər var onların xidmətində. Həm də ofislər üçün də xidmət var. Əlaqə nömrəsi 050 803 0088. Proftes IPM-lə danışaq. Ev, bağ və iş məkanlarında gigiyenik baxımdan təhlükəsiz, sağlam mühit istəyənlər sponsorumuz olan Proftes IPM-i müasir avadanlıqlarla təchiz olunmuş, effektiv üsullarla zərərvericilərə qarşı etibarlı həllər təqdim olunmasını görə bilərik. 050 520 04 01 onların əlaqə nömrəsidir. İşinin adamı efirdədir. Əziz dostlar, işin adamı efirdədir. Biz yenidən studiyadayıq və bizim sosial şəbəkələrdən də izləyə bilərsiniz layihəmizi və nəzərinizə çatdıraq ki, hal-hazırda Piramid Reklam Şirkətinin rəhbəri Əbülfəz Quliyev bizlə birlikdədir. Bir daha salam müəllim. Əleyhissalam. Əbülfəz müəllim, şirkət olaraq kimə deyirəm tanıyır. Amma mən sizdən efirdə xahiş edirəm, bir balaca qardaş kimi. Aktivliyi artırın. Məncə sizin kimi ciddi işlər görən şirkətlər rəhbərlərini hamı tanımalıdır. Çünki bu gün güvən zəmanəsidir, bütün dünyada belədir. Hamı şirkətin rəhbərini, idarəçisini tanımaq istəyir. Ona görə də məncə daha çox meydanlarda olmalısınız və nəhayət gəlib çıxdınız efirimizə. İndi iş güc başa düşürəm, təki maşallah bərəkətli olsun, amma yenə də bizə də vaxt ayırın. Bir daha xatırlatma məqsədi ilə soruşan bu sualı. Piramid Reklam Şirkəti nə işlər görür? Piramid Reklam Şirkəti çöl reklamları, sərgi stendləri, LED monitorların istehsalı, quraşdırması ilə məşğuldur. Gözəl. Sərgi demişkən, belə bir düşüncə var. Sərgi stendinizin çox gözəl, yadda qalan olmağını istəyirsinizsə, mütləq yaxşı pul xərcləməlisiniz. Əslində həqiqət var, yoxsa boş söhbət? Həqiqət var. Doğrudan. Bəli. Yaxşı. Bu sualı biləndə növbəti 2 qapı çıxar bu sualdan. Təxmini neçə manat dəyərində olmalıdır bu xərcləyəcəyi sırf sərgi üçün pul? 10.000-50 min arası, yoxsa 50 min, 150 min arası? Bu şirkətin marketinq siyasətindən asılıdır. Yəni büdcəsi nə qədərdir. Amma image məsələsi də. Deyək ki, bir hansısa böyük bir şirkət kiçik bir stendlə girirsə, bu image'inə, nüfuzuna xələl gətirir. Əslində girməsə daha yaxşıdır. Yəni böyük şirkətlər adətən yüksək məbləğlə girirlər. Yüksək bir dizayn, kreativ bir dizayn çıxardırlar ortalığa və hansısa bir şirkətə qalib seçirlər. Oradan istehsal tam fərqli, gözəl bir ortaq şey. Yəni böyük bir şirkətdir. Yəni nüfuzlu bir şirkətdir. Azərbaycan ya da dünya nüfuzlu bir şirkətdir. Ya region, beynəlxalq şirkət oldu. O girdi, xırda bir stendlə, ya da o girməsə daha yaxşı olar ki, nüfuzuna xələl gətirər. Ona Ona görə
burada ciddi pullar oynayır. Yəni 100 min, 200 min arası da hətta oynayır. Yəni bu gün başqa sərgilər var ki, beynəlxalq, məsələn, Kobda olan pavilyonlar var idi ki, orada daha çox məbləğlər var idi. Əla. Bir də mən ötən dəfə deməli birindən keçirəm. Verilişimizdə Namiq mənim qonaq olanda demişdim ki, sizin haqqınızda danışmışdı. Mən istəyirəm ki, bu balansı saxlayıb, bu qardaşlığı, bu dostluğu saxlayaq. Namiq müəllim, bax, bizim komanda şahiddir. Elə efirdən əvvəl söhbət həm də sizdən düşdü və sizin haqqınızda gözəl bir sözlər səsləndirdi və bu məni o qədər sevindirir. Mən özüm motivasiya alıram. O biznes mühitindəki mən görəndə dostluq var, birlik var, dəstəyi var bir-birinə, böyük, kiçik söhbətlər var. Adama da xoş gəlir. Burada mənim də işləməyim ləzzətlə. Belə deyir, bir tikə olsun, amma belə adama dadlı gəlsin. Ona görə də çox sağ olun ki, bunu saxlaya bilirsiniz. Əlbəttə bəy, siz bütün dostlar, bax bu birliyi saxlayan dostlar həqiqətən əhsən. Namiq müəllim bizim böyük qardaşımızdır. Enadver şirkətinin rəhbəridir. Heç də yaxşı, belə deyək də, rəqib də olsaq, yaxşı. Hətta bu cür də bir heç də yaxşı ilə başlamasaydınız da yaxşı olar. Dedim indi heç də yaxşı münasibət yoxdur. Yox, çox gözəl bir münasibətimiz var. Bu gün də buradayıq. Buradan da salamlar da eləyirik. Əla, çox sevinirəm mən buna görə. Doğrudan mən arzu edirəm ki, bütün bilirsiniz mənə nə qədər belə qəribə mesajlar, ismarıcılar gəlir, biri küsür, biri inciyir. Hətta bilirsiniz nədir maraqlısı? İndi sizin müəyyən qədər o ortaq tərəfləriniz var da. Mənim bir şirkətlə deyək ki, partnyorluğum var. O sahəyə aid olmayan bir sahənin nümayəndəsi də deyir ki, özlərinin münasibətləri dünənə qədər büyüyürdülər, qəşəng səfərlərə gedirdilər, qohum olmuşdular və s. İndi nə olubsa, indi hamı belə onlara görə belə qalmalıdır, kənarda belə proseslərdir. Amma siz bunu saxlayırsınız, möhkəm təməl üstündə, əhsən, doğrudan əhsən. Yox, bizim şəxsi bir dostluğumuz var. Sizin belə münasibətlərin formalaşması birbaşa Azərbaycan biznes mühitinə müsbət təsir eləyir. Mən sizə bir söz deyim. Əslində şirkət rəqibi nə qədər güclü bir şirkət olsa, həmin şirkət daha çox inkişaf edir. Düz. Şirkətin rəqibi məsəl üçün hansısa bir sexdirsə, yaxud da emalatxanada o şirkət inkişafa getmir. Mən həmişə arzu eləmişəm ki, Azərbaycanda reklam şirkətlərindən danışaq da, yəni daha çox inkişaf eləsinlər, daha çox belə böyüsünlər. Biz də həm texniki baza baxımından, yəni avadanlıqlar baxımından, həm kommersiya baxımından, həm işçi heyəti baxımından inkişafa doğru meylli olaq. Və bu da adamı belə sağlam rəqabətə təşviq edir daha da. Ola bilər ki, indi bizim 099 1925 nömrəsi ilə əlaqə saxlayan Ağa adlı dinləyicimiz bəlkə nəzərdən qaçıb, biz demək olar bu suala cavab verdik. Bayağı mən yenə də indi zəhmət çəkib göndərib sualı. Sərgidə sadə dizayn daha yaxşıdır, yoxsa daha kreativ yanaşma? Kreativ yanaşma. Yəni bayaq bu söhbəti danışmışdıq. Ona görə də dedim yenə də haqqına girməkdə əziyyət çəkib göndərib. Sərgi söhbətinə biz toxunduq bugünkü efirimizdə. LED monitorlardan danışaq. LED monitor mövzusu məndə bir hansı təsir yaradır? Tədbir təşkilindəki mövzuya demirəm. Sırf reklam, çöl reklamları. İndi biraz da dəbdədə daha belə yığcam balaca LED monitorlar. Kimin showroomunda görürəmsə onu deyirəm, kimsə 5 manat artıq pul xərcləyib. Mən səhvmi düşünürəm, bu çox bahalı bir işdir, LED monitor, yoxsa əlçatan qiymətləriniz var? Yox, əlçatan qiymətlərimiz var. Hətta sizə deyim ki, çox qəşəng qiymətlərimiz var. Doğru. İlk əvvəl deyim ki, LED monitor hər yanda istifadə edilə bilər. Biznes mərkəzindən tutmuş, kiçik bir butik mağazasına qədər. Yəni çöl üçün fərq yoxdur, iç məkandan çölə göstərmək üçün. Hal-hazırdakı qiymətlər çox stabil qiymətlərdir. Amma fərq oradadır ki, siz bir statik köhnə istifadə elədiyimiz ənənəvi baner, vinil, yaxud da bir hansı statik reklamdansa, LED monitor istifadə edib hərəkətlilik alanda, ondan sonra video roliki dəyişə bilirik. Dəfələrlə bir gündə 10 dəfə, 100 dəfə, hətta ayda nə qədər istəsəz dəyişə bilir, daha effekt ala bilir də, əlbəttə ki. Qiymət baxımına gələndə, yəni bizim tərəfindən, şirkət tərəfindən elə bir güclü qiymət yoxdur. Yəni
stabil qiymətlərimiz var da, kvadrat. Burada qiymətlər deməyəcəm. Amma çöl reklamları ilə bağlı, çöl reklamlarına müqayisə edəndə çox elə bir güclü fərq yoxdur. Siz görürsüz, siz də yanlış düşünürsüz. Yəni yanlış. bir çox müştərilərimiz də bunu yanlış düşünür. Əslində qiymət alsa, uzun müddətli bir məsələyə baxış etsə ki, siz bir də LED monitorun ömrü 100.000 saatdır. Bu da 24 saata hesablayanda 16 ildən təqribən 16 ildən çox eləyib. Bəsdir də bu. 16 il. Bir dəfə olsa 16 il sənin dayanmadan 24 saat işlətsə, 24 saat. təxminən də, yəni 24 saatından 16 il. 24 saat daha yaxşıdır da. Yəni gecədə gəlir, gedir, yol işıqlan. Elə xoşum gəlir o yol işıqlandıran LED monitorları. Təhlükəsizlik baxımından indi gün gecələr söndürürlər adətən, amma ola bilər ki, söndürməyən də olsun. Mütləq bu mövzuya toxunacağıq. Mən bir dənə qısa yenidən dinləyicimizin istəmirəm sualı havada qalsın. 099 1925 nömrəsinə gələn növbəti sual var. Hatəm bəy yazıb. Sərgi stendində işləyən komanda seçimi nə qədər önəmlidir sizcə? Stendində işləyən komanda, Aha. şirkətin işçiləri. Hər halda elə başa düşdüm. Onun üçün akkreditasiya var, onun üçün icazə var. Öz işçilərimiz işləyir. Orada bütün işçilərimizin belə deyək də sığortasından, sağlıq sığortasından, sağlamlıq kağızından bu gün o tədbirdən gəlmişik. Hər bir şeyin təmin edirik. Yəni yüksəkdə işləmə, safety kartından tutmuş elektrik safety kartına kimi. Əla, gözəl. Mütləq davam edirik birazdan söhbətimizə. Sponsor məlumatı. Kristal Şirkətlər qrupu bizi dəstəkçilərindəndir. Həm də onların şirkətlərindən biri Kristal Betondur. Kristal Beton ölkənin müasir tikinti standartlarına uyğun yüksək keyfiyyətli beton məhsullarının istehsalı ilə seçilən etibarlı şirkətlərdən biridir. Şirkət qabaqcıl texnologiyalar və peşəkar komandanın təcrübəsi ilə tikinti layihələrinə dəyərli töhfələr verir. Keyfiyyətə nəzarət, operativ xidmət və etibarlı Kristal Betonun fəaliyyətin əsas prinsiplərindəndir. 051 233 55 99 və elə az öncə dəyərli Əbülfəz müəllim haqqında bəhs etdiyi Namiq müəllim və Namiq müəllim də Enadver şirkətinin rəhbəridir. Müəyyən qədər fəaliyyətlərinizdə bənzərlik var. Məsələn, çöl reklam olsun, daxili məkanlar olsun. Elə onlar da sizin kimi çiyin-çiyinə verib sərgilərdə də fəaliyyət göstərirlər. Onlara da uğurlar arzu edirik və yenə Əbülfəz müəllim sözünə qüvvət. Daha da bu birlik, rəqabət çox olsa, inkişaf bir o qədər möhtəşəm həllə gəlib çıxa bilər. Onları da salamlayırıq. Əziz dostlar, bir də mən Qüsursuz Nitq Psixologiya Mərkəzindən danışmaq istəyirəm. Uşaqlar və böyüklər üçün peşəkar loqoped, psixoloji dəstək və fərdi inkişaf proqramları təqdim edir. Nitqin açılmasında böyük nəticələr verən bir şirkətdir. Filialları var Azərbaycan üzrə 055 485 75 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Uğurlar olsun bütün komandaya. Dəyərli bacımız İsmira xan başda olmaqla doğrudan peşəkardılar. Və Sennadan danışaq. Senna şirkəti lift, eskalator, travelator, avtopark sistemləri, platform mühafizə qapıları təchizatı, quraşdırılması və texniki servis ilə məşğul olur. 050 444 70 70 nömrəsinə zəng edin. Məkanınızda təhlükəsiz və səssiz uzun ömürlü eskalator, lift istəyirsinizsə və digər xidmətlərdən yararlanmaq istəyirsinizsə, mütləq onlara da müraciət edin. İşin adamı davam edir əziz dostlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, Piramida Reklam şirkətinin rəhbəri Əbülfəz Quliyev bizlə birlikdədir. Çöl reklamlarından da danışaq. Hamımızın baxdığı, görmədiyi vaxtlar artıq çöl reklamı biz elə bilirik ki, o qədər çoxdur ki, sanki rəngarəngdir. Hamımız yəni mən şəxsən elə olmuşam. Çox azdır çöl reklamlarına nəzərimi cəlb edən. Mənə görə çöl reklamı həm də biraz üstünlüyü odur ki, yəni mən bu deyək ki, market axtarmıram, amma görürüm ki, burada market var. Belə bir dostlar var. Çünki onların başına gəlir, pul buraxıblar, nə edirlərsə, deyir qardaş, buradan parfümeriya mağazası deyir, buradan keçirlər, görmürlər burada parfümeriya var. Nə edirik deyir, alınmır. Gənc və reklamların üstünlüyündən, vacibliyindən, xüsusiyyətlərindən, detallarından danışaq. Çöl reklamları, geniş formatlı çaplar, çöl reklamları, bunların hamısı çox vacib məsələlərdir. Bir obyekti, bir yaşa obyekti, mağaza, hansısa birində olur, fərq yoxdur. Bunlar mütləq şəkildə çöl reklamı olmalıdır. Bu adətən belə deyək də, fikirləşirik ki, böyük olsun, amma böyüklüyündən çox
Məsələn, Avropada zətdə çox kiçik olur, çox belə incə olur, amma gözə görünən olur da, belə gözə çarpan olur. Siz dediyiniz o tema gözə çarpan. Görürük də, həm də baxıb görürük. Bizdə Azərbaycan Respublikasının reklam agentliyi var da. Adra. Biz çöl reklamı sifariş götürəndə ilk əvvəl birinci dizayn edirik. Ondan sonra Adranın göstərişi ilə müştəriyə sifarişçiyə göndəririk ki, Adradan təsdiqini alsın. Çünki ola bilər ki, Siz dizayn edirsiniz, mütləq şəkildə. sonra Adraya göndərilir. Biz yox, müştəri göndərir. Hə, müştəri göndərir. Bəli. Hə. Adra. Birdən başlayarsınız, hazırlıq Adra deyir ki, bu olmaz. Hə? Olub elə şeylər də olub. Məsələn, nə olmasın? Heç bu haqda sual verməmişəm bu günə qədər heç bir qonağa. İçki reklamları, Aha, olmaz. Spirtli. Nə yaxşı. Mən bunun tərəfdarıyam. sonra xarici adlar, Bunun da tərəfdarıyam. belə şeylərə adla qadağan edilir. Xarici ad orada necə dəyişir bilmirsiniz? Biri var ki, xarici bir brenddə hə bunu bütün dünya belə tanıyır. Bir də var ki, sadə bir sözü, məsələn, nə deyək? Çiçək deyirik, ora nə bilim ingiliscə flower yazırıq. Belə bu format olmaz, düzdürmü? Bəli. Adranın özünün qanuni qanunları var da. Azərbaycan lüğətindən istifadə olunmalıdır. Ya da ki, siz dediyiniz kimi xarici bir brendi olmalıdır ki, onun distribütörü ya da onlardan istifadə edə bilərsiniz. Aydındır. Aydındır və maraqlıdır. Deməli göndərirsiniz ora, Adradan təsdiq gəlir, yenidən müştəri deyir ki, biz Təsdiq aldıq, siz Ondan sonra istehsalata başlayırıq. başlaya bilərsiniz. Ondan sonra biz istehsalat edirik. İstehsalatda çöl reklamında nələr olur, nələr olmalıdır, nəyə diqqət edirsiniz? Adətən- Adətən işıq sərfiyyatı mövzusu var. Elə bina var ki, Gəlirdim ora. hə, tamam. Adətən işıqlarına diqqət eləyirik. Bir də ki, hansı ki Bakı şəhərində bəzi binalar var ki, qoruq kimi sayılır da, köhnə binalarda. Onlarda istifadə oluna bilməz direl, avadanlıqlardan, mismardan, bərkitmə avadanlıqlarından istifadə edə Ha, bilmərik. bir bənzər söz gördüm bu yaxınlarda. Dövlətin nəzarətində olan, Olan binalar var. İçəri şəhər tərəfində Bəli, bəli. istiqamətdə. Onlarda fasadında Heç heç nə bir şey toxunmur. istifadə edə bilmərik. Bir də yeni tikililər adətən ona biraz maneçilik törədirlər də. Qurum məsələn Ağşəhərdə özlərinin bir konsepsiyası var, özləri də təsdiqləyir. Adradan başqa Ağşəhərin özünün baş ofisi yoxdur. Orada da təsdiqləyir ki, bu bizi təsdiqləmir. Belə də var. Sizin iş daşdan keçirmiş ki. Deyəsən. Qıraqda nə var? Nə deyirlər? Bir dənə kağızdır vurursan reklamı, bir dənə divara yapışdıracaqsan. Bir dənə drill lazımdır da. Əslində burada Adranın fəaliyyəti çox gözəldir. Yəni istəsək, belə deyək, buraxsaq başına insanlar oydu. Nələr olar, nələr olar. Yəni Gecə ilə gəlib öz reklamını üstə görərsən ki, biri gəlib bir dənə reklam biz həmişə gəlirəm, mən İstanbula gəlirəm, görürəm deyirəm necə buraxıblar başına, necə pis gündədir. idarə edə bilmirlər. Yox. Orada bələdiyyə baxır. Hə. Orada nələr olur? Bilmirəm, onların qanundan vericiliyinə xəbərim yoxdur, qadağa var, yoxdur, amma Necə çox gəldi, bərbad nə gündə gəldi? reklamlar, çöl reklamları var. Kim harda istəyibdi, nə istəyibdi, yazıbdı, vurubdu. Yəni şükür bizdə Adra var. Yapışqanlı şəkillər oxşur, hə bir-birinə. Amma xaricdə tamamilə fərqlidir. Biz hardasa 4-5 il bundan qabaq pandemiyadan sonra Fransadan hansısa bir Azərbaycanlı idi. Orada bir kafesi var. Biz Instagramda görüb çıxdı bizə ki, bəs mənə bir reklam zat verməlisiniz belə. Option biz də dedik ki, əla gözəl başlayaq, dizayn zad eləyirik. Böyük bir kafedir, 100 kvadrata yaxın bir kafe tipi. Təmtəraq. Hə, başlamışıq qəşəng dizayn zad eləyirik, danışırıq və bunu adama dedik ki, biz bunu hazırlayıb verəcəyik sizə. Burdan uje aparmaqdır, yaxud da maksimum aeroporta çatdıra bilərik də. Qalan şeylər səndir. Dedi, əla, gözəl. Qiymət zətdə dedik. Ondan sonra O da gözəl, hə? o da gözəl dedilər. Yox, onlar üçün də çox gözəl olur da indi qiymət. Ondan sonra təzədən Onlar üçün də sərf eləyir də. Təzədən çıxdılar ki, siz bizə istifadə edəcəyimiz içinin diod lampa deyirik də biz. LED-lərin texniki şeyini göstəricilərini verin. Onları verdik. Sonra təzədən dedilər ki, siz ancaq bizdə vinildə elə bir material var, hansı ki yapışqanlı olur da. Dedilər ancaq vinil tərəfini eləyin, o biri tərəfləri qalsın. Biz çıxdıq ki, bəs niyə, nə oldu, niyə qaldı? Dedi ki, bəs Fransanın hansısa bir şəhərində idi, adı yadımda qalmıyor indi.
Dedilər ki, bu şəhərin senatorunda, yaxud da icraatçısında belə bir qayda qanun var da. Yəni bu şəhərin şirkəti ilə işləməlisən, başqa yerdən gətirə bilmərsən. Və necədir? O həmin şirkət özü texniki göstəricilər verir. Yəni sən istədiyin Yəni bu işi görmək üçün tək o şirkət. Bəli, təkcə yox. Orada o şəhərdə işləyən varsa bir 100 dənə, ya varsa da 30 dənə onlarla. Yaxşı deyil, onda nə olur başqalarının da bu işi görməsin, onda. Xaricdən gətirə bilmərsən. Çünki sən orada göstəricə yanğına bağlı bütün göstəriciləri göstərirsən. Göstərici qoy, ona tələb olunsun, gətirsinlər. Onu indi almayıblar, amma bizə dedilər ki, biz ancaq buradan edə bilərik. Yəni belə bir qayda qanun. Yəni yaxşıdır, amma Fransada gördüyünüz işlərdən var. Fransaya da göndərmişik, Amerikaya da göndərmişik. Amerikaya? Bu yaxınlarda da bax, sabaha bir sürücünə də Amerikaya göndərəcəyik. Oraya nə göndərirsiniz? Avtobuslar, minik avtobuslar üçün, minik maşınlar üçün vinillər göndəririk. Orada çox bahadır. O qədər. Buradan çap eləyirik, hazırlayırıq. Orada kim vuracaq? Orada ustalar vuracaq. Orada indi yəqin ki, əməkdaşlar tapırlar, vururlar. vururlar. Dünyanın buradan o başına getməsi oradan yenə də ucuz başa gəlir. 100%. 100%. Təxmin neçə faiz? Bəlkə də 200-300% aşağıdır bizdə qiymətlər. Çoxunda Amerika bazarından çıxanda gülgümlü işləyir burada. Bizimkilər İnşallah çıxacaq. Amerikanlardır. Yox, biz Amerikanlarla işləməmişik də, amma bizimkilər. Hə, bizim yoldaşlar da orada. Azərbaycanlıdır, Amerikada yaşayır, servis açıb, özünə qapı servisi, hansısa bir servis açıb, maşını vinilləmək istəyir, səyyar maşınlarını, iş maşınlarını, vinillərini bizdən çap eləyirik, göndəririk. Nə maraqlı. Çox dəfəm olub, yəni bir dəfəm yox, dəfələrlə olub. Çətinlik o ölçülərin götürməyində digər məsələlər. Yox, maşının bir dənə şəklini atır ki, mən Ford istəyirəm, biz də Fordun əzbər şəklini bilirik də. Yuxarı aşağı bilirik. Biz Fordun hamısı eynidir də, Ford Transitdirsə, Fordun hamısı eynidir. Və digər maşınlar. Çöl reklamlarla bağlı bir də ki, bu dizayn mövzusunda da var. Bir müştərinin istəliyi var təkidlə. Bir də sizin düzgün bildiyiniz var. Burada nə edirsiniz? Orada da elə bayaqçı kimi, sərgiləşi kimi dediyi ki, istehsalat dizaynları biraz fərqləndirir. O müştərinin maksimum dərəcədə çalışırıq göstərək ki, bax bu materialın eni, misal deyirəm, 1.20-nin 2.44-dədir. Siz gəlin buna uyğunlaşdıraq. Dizayn eləyək. Siz fərqli bir şey istəyirsinizsə, istehsalatda alınmır. Bir də ki, regiona görə və yaxud nöqtəyə görə dəyişir. Region deməklə coğrafi baxımdan. Məsələn, dəniz kənarı olan bir ərazinin çöl reklamı var. Daha çox isti ərazilərdə var, daha yağışlı keçən tərəflərdə var. Burada hansı göstəriciləri deyirsiniz, siz təqdim edirsiniz ki, məsələn, burada bu material olsun, burada bu material olsun. Biraz da belə deyim, bunun texniki həm də tərəflərini bizə xahiş edirəm. Mütləq şəkildə var. Mütləq şəkildə. Hətta baxın, bütün həm material, həm montajda fərqləndirir. Bakı şəhərində olan bir montaj, yəni montaj reklam yığmısıqsa, montaj eləyiriksə, montajı maksimum dərəcədə güclü eləməliyik ki, küləkli olur. Deyək ki, Bakıdan başqa kənarda, hansısa bir rayonlarda o Bakıdakı külək olmur axı. Sibirizdə reklam yığırıq biz, ancaq paslanmaz dəmir hərflərdən yığırıq. Dəniz kənarı olan mütləq şəkildə. Lənkəranda reklam yığırıqsa, maksimum dərəcədə silikonlu, yaxud da nə bilim, germetikalı eləyirik ki, içərisinə yağışlıq zonadır, içərisinə çox yağış girməsin. Çünki lampaların yandıra bilir. Bu bizdə yox, bütün dünyada var. Dünya ölkələrində də var. Sonda demək istədiyiniz nəsə varmı? Biz vaxt necə tez gəldik, heç xəbərimiz olmayıb. Bütün mövzulara toxunduq, amma biz yeni gözləyirik. İnşallah. Amma həqiqətən də bir var, gənc bir dostlara bizim həmişə qapımız açıqdır. Amma bir də işin uzun illərdir içində olan şəxslə söhbət eləyəndə adama çox belə qəşəng enerji bəxş edir. Təşəkkür edirəm. Əziz Əbülfəz müəllim. Çox sağ olun, biz təşəkkür edirik. Çox maraqlı idi. Bugünkü efirimizdə Piramida Reklam Şirkətinin rəhbəri Əbülfəz Quliyev bizdən birlikdə idi, hörmətli dostlar. Mən isə Kamran Yaradan Quliyev, hər kəsə dinlədiyinizə görə, bizə aktiv şəkildə suallar göndərdiyinizə görə təşəkkürümüzü bildiririk. Sabah yenidən eşidilmək ümidi ilə Allaha əmanət olun, hər kəsə zehni hüzur arzulayıram.